Əziz dostlar, xoş gördük hər birinizi. Zaman zaman biz vətəndaşları narahat edən problemlərdən danışırıq. Ən çox da ümumi problemlərdən. Bugün Azərbaycanda əksər rayonlarda yerləşən rayon mərkəzi xəstəxanalarından kifayət qədər şikayətlər gəlir vətəndaşlardan. Xüsusən də imtiyazlı şəxslərin aldığı dərman preparatlarından adamların başına min bir oyun açırlar bəzi rayon mərkəzi xəstəxanalarında. Bəzi rayon mərkəzi xəstəxanaları bərbad vəziyyətdədir. Ayaq yoluna gedirsən, qapısı yox, pərdə çəkiblər, ifunət iyisi qoxuyur. Adamlar gedirlər, süni növbələrdə dayanırlar orada dərman almaq üçün. O qədər problemlər var. Mən ondan ayrıca danışacağım, dəyərli dostlar. Bugünkü vətəndaşımız təbibi yeni direktoru Anar Bayramlıdan şikayət edir. Görək bizim vətəndaşımız Anar Bayramlıdan nə şikayət edir, dəyərli dostlar? Ağstafa rayonundan Qayıbov Valih bizə təkrar müraciət göndərir. Adam deyir ki, gedmişəm əlillərin bərpa mərkəzinə, orada mənim başıma itin oyununu açıblar, özümü ömürlük əlil eləyiblər. Dəyərli dostlar, qulaq asaq görək Ağstafa rayon sakini nə deyir, dəyərli dostlar? Salam Elnur müəllim, mən Ağstafa rayon sakini Qayıbov Valih. Birinci qrup əlil yataq xəstəsi. Mən 23-cü ildə məni əlillərin bərpa mərkəzinə çağırdılar, reabilitasiya mərkəzinə. Orada oranın işçilərinin səhlənkarlığından idman zalında ayağım topuqdan 2 yerdən qırıldı. Oranın da o zamanları bu bərpa mərkəzlərinin rəisi, müdürü, bu indiki təbibi müdürü Anar Bayramov idi. Bu Anar Bayramov mənə zəng elədi evimə, ayağım qırılandan sonra. Xahiş elləri ki, çarıya bildirmə, özüm müalicə elətdirəcəm səni, hara lazımdır Bakıda aparıb müalicə elətdirəcəm. Bu bir iki apardı, nəlim mən o sabunçuda zadda biz bir həftə zad, sonra da parla bərpa mərkəzinə müalicə olunmadı. Ayağım indinin özündə, həm quruyubdur ayağım, bir ayağım, o qırılan ayağım, həm də həm sümük qalıb. Quruyub ayağım, həm də ki, qırıq bitişməyibdir. Elə o zamanki qırıq həmin qırıq durur. İndi arxası üstə yatmaqdan, 3 ildir mən arxası üstə yatıram yerin içində. Arxası üstə yatmaqdan böyrəyimdə problemlər əmələ gəlibdir. Böyrəyimdə kist əmələ gəlibdir. Sidik kisəmin divarı qalınlaşıbdır. Bakteriya əmələ gəlibdir bu sidik kisəmdə. Mədəmi zon tutdum. Mədəmdən qan açılır tez-tez. Mədəmin başında yara əmələ gəlibdir. İndi zəng eləyirəm, yazıram, cavab vermirlər. İndi təbibin müdürüdür bu Anar Bayramov. Yəni Azərbaycandakı bütün müəssisələr, tibb müəssisələri bunun əlindədir. İndi deyirəm, Anar Bayramov, apar bax, Bakıda xəstəxanaların birində müalicə elətməni. Cavab verən yoxdur. Tələb eləyirəm. Ay Anar Bayramov, bu sizin müəssisədə olub, sizin işçilərin əlindən olubdur. İndi apar müalicə elət də, o zaman elətmədin, Allah'tan məni. İndi sə də elət, təbibin müdürüsən. Apar Bakıda xəstəxanaların birinə yerləşdir ellər. Bu rayonda nə qədər müalicə olunmuşam mən. Gəncədə müalicə olunmuşam mən. Bakıda 2 dəfə müalicə olunmuşam. Rəsep yazırlar Bakıda ya Gəncədə get bayı evində müalicə olun. Evdə müalicə olunlar. Mən yatmalıyam. Həkimin əlinin altında. Həkim məni müalicə eləməlidir. Özəmizdir. Qaçıram ağrıyanda rayona. Rayonluq deyil axı bu xəstəlik. Bu bakteriya o biri kistadır, o birisidir. Bu rayonluq xəstəlik deyil. Rayonda gedirəm, yatırım, mən başqa yerlərin müalicə edirəm. Qaraciyarımda piylənmə əmələ gəlir. Ödümdə qatlaşma əmələ gəlir. Mədə-altın rəzimdə böyümə əmələ gəlibdir. Ağırdan dura bilmirəm mən. Söz aramızda siz rahat yatırsınız, mən gecə səhərə qədər ağrıyıram. Ağlayıram yerimin içində. Sizin səhlənkarlığınızın ucundan. Vaxtında aparıb müalicə elətmədiniz. Bir insan da 8 ay, 9 ay arxası üstə yatarmı? Mən hələ də harabiyəmdə əl arabası minməmişəm. Yerin içində hər gün. Özümə qapanmışam mən. Özümə qapanmışam, pis vəziyyətdəyəm mən. Aparın indisə də müalicə elədim. Nə gözləyirsiniz? Hər gün yazıram. Sizin orada bir dənə operator qoyursunuz. Növbəmi gözlə, növbə olanda çağıracaq, növbəmi gözlə. Bu 3 ildir mənim növbəm çatmıyor, kişi. O birisi Vüqar müəllim idi, nə ilə bəlkə sizdən qabaqçı. Ona yazdım. Allah'tı. Ondan qabaqçına yazırdım, Allah'dırdı. İndi də siz Allah'dırsınız. Bir dənə qoyursunuz oraya aparaturadır, nədir? Buradan ağzımdan söz çıxmamış bu quşu kimi oradan cavab verir bana.
və növbəmiz çatanda çağıracağıq. Mənim vəziyyətim pisdir, ağırdır. Yataq yaratsam belə gəlib dabanımda. Elə xəstəliklərim gündən-günə çoxalır. Məni müalicə elətdirin. Sağ olun. Belə, dəyərli dostlar, adam ömürlük əlil olub. Anar Bayramov. Adama Anar Bayramlıdır, Anar Bayramovdur. İndi mən bilmirəm orada. Nəsə, bütün hallarda təbibin yeni direktoru adama söz verib ki, mən səni müalicə elətdirəcəm, mən səni sağaldacam, sən şikayət eləmə, o vaxt Əlillərin Bərpa Mərkəzinin rəhbəri olanda. İndi isə olmusan təbibin icraçı direktoru. Qardaşım, adama müalicə elətdir. Apar həqiqi islahatları, apar rayonlarda o illərdir mərkəzi xəstəxananın direktorları var ha, ancaq varlanırlar, adamların qanı bahasına varlanırlar. Onları rədd elə, yola sal geçsin, qardaş, adamların canı boğazına yığılıb. Ay hörmətli təbibin yeni icraçı direktoru. İnsanlar rayonlarda canları boğazına yığılıb. Adamlara kömək eləmək lazımdır və rayon mərkəzi xəstəxanalarında həqiqi fundamental islahatlar aparmaq lazımdır. Mən yaxın günlərdə ayrı-ayrı mənə müraciətlər gəlib. Rayon mərkəzi xəstəxanalarından danışacağım, dəyərli dostlar. Yayınımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.